xaricdə yaşamaq prosesi çətin bir prosesdir və bu prosesi asanlaşdıracaq ən önəmli xüsusiyyət disiplin və səbirdir. Dəyərli dostlar, biz bu gün İngiltərədə təhsil alan tələbəmiz Xədicə Zeynallı ilə İngiltərədə təhsilin üstünlüklərindən danışacağıq. Xədicə, əvvəlcə səni tanıyaq. Hazırda harada və hansı ixtisas üzrə təhsil alıbsan? Hal-hazırda University of Bristol Universitetində təhsil alıram və psixologiya ixtisasını oxuyuram. Bəs Xədicə, xaricdə təhsil üçün hansı imtahanlara hazırlaşdın, hansı nəticələr əldə etdin və hansı universitetlərdən qəbullar aldın? Açığı mən çox imtahana hazırlaşmışam. SAT, IELTS, TOEFL, TYS Türk dili imtahanı, YTB Türkiyə bursları imtahanına hazırlaşmışam. Bir çox nəticəm var. SAT üzrə 1490, nəticəm IELTS 7.5, TOEFL 100, TYS-dən də C1 sertifikatı almışdım. Əsas University of Bristol hazırda oxuduğum universitetdən qəbul xəbər almışdım. University of Manchester, Birmingham bu universitetlərdən. Türkiyədən isə ODTÜ, Koç, Bilkənt, Hacettepe 100% burslu nəticələrim var idi. Bir sual daha ver. Universitetə yeni başladığın dönəmdə sənin üçün ən fərqli olan nə idi? Yeni təhsil mühitinə uyğunlaşmaqda hansı bacarıqlar sənə daha çox kömək etdi? İlk başladığımda açığı mənə ingilislərin davranışları fərqli gəlmişdi. Çünki biraz cəmiyyət fərqi yaşadım və onların daha individual davranışları mənə qəribə gəlmişdi. Mənə açığı ən kömək edən bacarığım networking bacarığım oldu. Çünki tələbələrlə daha yaxından tanış olmaq, daha rahat əlaqə qurmaq üçün kommunikasiya bacarıqlarına ehtiyacım var idi və bunu mən özümdə gəlmədən öncə inkişaf elətdirmişdim. Networking də burada digər tələbələrlə, professorlarla, universitet müəllimləri ilə daha yaxından tanış olmağıma kömək eləmişdi. Bir də ən önəmli mənə görə səbir və disiplindir. Çünki tək yaşamağa, fərqli ölkədə, fərqli dildə, fərqli cəmiyyətdə tək yaşamağın ən böyük yardımçısı bir disiplin, iki səbirdir. Çünki xaricdə yaşamaq prosesi çətin bir prosesdir və bu prosesi asanlaşdıracaq ən önəmli xüsusiyyət disiplin və səbirdir.